بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Ötən həftələrdə deyildi ki, Kur'an'ın insanlara buyurduğu xitablardan biri də əhl-i kitabın barəsindədir. O xitabların 9-cısında əhl-i kitaba cavab verir bir iddia əhl-i kitabdan. İddia edirdilər ki, onlar Allah'ın dostlarıdırlar. Onların bu iddialarına cavab verir və buna əsasən biz Allah'ın dostların dedik ki, 3 iddiaya bölünür. Bir iddəsi Kur'an'da adları ilə zikr olub, bir iddəsinin adın İslam Peyğəmbəri dilinə gətirir, zikr eləyir və bizə təqdim edir. Üçüncü iddənin də əlamətləri zikr olub, nişanələri. Bu nişanələrdən möminlərin yəqin ki, yadlarında olar, unutmayıblar ki, biri budur ki, insan əgər Allah'la dosti, Allah'la görüşməkdən qorxmur və o ölümdür. İkincisi taharətdir və üçüncüsü insanın təvazükar olmağı və cəmaatla, möminlərlə mehriban yaşamağı. Bu 3 dənəni oxumuşuq. Bir ayə Kur'an'da oxuduq. O ayədə 4 dənə Allah dostlarının əlamətlərin sayır. O ayə Maidə surəsinin 54-cü ayəsidir. Möminlərə xitab edərək buyurur: Mən yərtəddə minkum ən dinihi fəsəvfə yətillahu biqavmin yuhibbuhum və yuhibbunəhu. Allah istəyər, əgər siz İslam dinindən çıxasınız, İslam dinin qəbul etməyəsiz, mürtədd olasınız, Allah bir iddə yaradar, gətirər, həm onlar Allah'ı sevirlər, həm Allah onları sevir, dostdular. əlamətləri də budur.
əzillətin ələl müminin, möminlərə qarşı təvazükar olanlar, mehriban olanlar. Bu bir əlamət bu ayədə, bunu qabaqlar oxumuşuq. İkinci əlamətləri onların budur. Buyurur, və əizzətin ələl kafirin. Necə ki, möminlərinə mehriban yaşayırlar, möminlərin qarşısında təvazükar hərəkət edirlər, təvazüylə yaşayırlar, əksinə kafirlərinə, zalimlərinə əizzətin ələl kafirin, çox izzətlə, çox viqarla, mətanətlə, ağır imanla onlara qarşı mövqe tuturlar. Möminlər kimindir olar? Onlara təvazükarlıq eləyəsən. Dedim dağa, nə ağırsan? Dedi ki, məndən ağır, əgər görən gözün olsa, viqar-ı mömindir. Möminlərin viqarı, onların düz mövqeləri və ağırlıqları kafirlərin qarşısında buyurur bu cürdür. İmam-ı Hüseyin əleyhisselamın barəsində biz məktəl kitablarında, tarix kitablarında bir mətləb oxuyuruq ki, dünyanın heç yerində onu tapa bilməzsən. Dünyada nə qədər insanlar bir-biri ilə müharibə aparıb, savaşlar, dövüşlər, vuruşmalar, çırpışmalar, tartışmalar, dünya doludur bunlarına. Adəm yaranandan bu iş başlanıb, hələ də buracan gəlib, hələ də gedir, ta qiyamətəcəndə belə olacaq. Amma Aşura günü, bəziləri deyir Aşura gecəsi, bəziləri deyir Aşura günü sübh, namazdan qabaq, sübh namazından qabaq. Həzrət xeymələrin birində qusl eləyir, möminlər də dayanıblar, bir-bir qusl eləyərlər, şəhadət qusl eləyirlər. Özlərin təmizləyirlər, hazırlayırlar. Hətta bir kitabda mən oxuyurdum ki, yazır, Həzrət o qədər eşq ilə özün hazırlayırdı cənnətə, Peyğəmbərin ziyarətinə, atası Əli, anası Fatimənin ziyarətinə, o qədər özün hazırlayırdı, mələkələr qarşılayacaq. Hətta bədənində artıq olan tüklərin hamısını təmizlədi. Aşura günü sübh. Siz təsəvvür eləyin, bir tərəfdə 30 min, 50 min, 100 min, yarım milyon edən var iddəni təxmin. Dayanıblar orada, hazırlaşıblar ki, bunların hamısını öldürsünlər. Bunlar da hamısı bilirlər ki, bugün bunlar şəhid olacaqlar. Yəni öldürüləcəklər bunlar. Həzrət bilir ki, at çapacaqlar bunların bədənlərinin üstündə. İbn Ziyad yazmışdı Ömər Sədə, Hüseyni tuttun, öldürdün, bu işi də görəsən. Yar-ı ənsarını gizləsə də sən tapdırasan, şühəda nəşinin üstə gərək at tapdırasan. Ondan mənim ürəyim soğur. Həzrət bunu bilirdi. Amma ürəyi itminan, sakit, imanla dolu, hətta nəzafət eləyir, bədənin təmizləyir, özün təmizləyir, qusl eləyir. Nəyə görə? Çün bu dağdan da ağırdı.
hər bir hədəqə ilə, hər bir qılıncla, hər bir göz oynatmaqla, hər bir barmaq tərpətməklə yerindən oynamır. Buna deyərlər dağdanağı. Fəth surəsinin 29-cu ayəsində buyurur: Əşiddau ələl-kuffar. Möminlərin, Peyğəmbərin və Peyğəmbər ilə birgə yaşayan insanların xasiyyətləri budur. Əşiddau ələl-kuffar. Kafir ilə çox şədid, möhkəm olarlar, amma ruhamau beynəhim. Özlərinin içərisində rəhim və rəhmətlə yaşayarlar bir-birlərinə, möminlər. Hud surəsinin 113-cü ayəsində buyurur: Və la tərkənu iləl-ləzīnə zələmû. O adamları ki, zalim insandılar və zülm eləyirlər, və la tərkənu iləl-ləzīnə zələmû. Siz onlara rəğbət göstərməyin, onlara söykənməyin, onlara gövərrənməyin, onlara arxalanmayın siz. Və la tərkənu iləl-ləzīnə zələmû. Ki, əgər bu cür eləsöz, fətəməssəkum ən-nar. Ot sizi yandırar. Allahın əzabı sizə nazil olar. Bu işi görməyin. O insan ki kafirdir, o insan ki zalimdir, o insan ki Allaha, Peyğəmbərə, insana, İslama zülm eləyən insandır, buyurur, heç ona arxalanmayın siz. Allaha arxalanın, Allah sizə kömək eləyər. Və qiyamətin günündə Həzrət buyurur, Peyğəmbər buyurur, zaliminə, zalimə kömək eləyənlər eyni dərəcədədirlər. Heç fərqi yoxdur. Əz-zələmətu və ə'vanuhum finnar. Peyğəmbər buyurur, həm zülm eləyənlər və həm onlara yardım göstərənlər hamısı bir cərgədə finnar, cəhənnəmin içindədirlər bunlar. Həzrət buyurur, mən ə'anə zalimən. Əgər bir insan kömək eləyə bir zalimə, əla zulmeh, o zülm eləyir. Bu da o elədiyi zülmə kömək eləyir. Câə yevməl qiyamə və əla cəbhətihi məktubun ayisun min rəhmətillah. Buyurur, bu insan qiyamətin günündə gələndə bunun alnında yazarlar ki, bu Allahın rəhmətindən məyusdur, bu Allahın rəhmətindən uzaqdır. Nəyə görə? Çünki bu zalimlərə yardım göstərirdi. Bu onların cərgəsinə keçmişdi. Həzrət buyurur Peyğəmbər, İzâ kânə yevmul qiyamə nâda munadin. Qiyamətin günündə münadi, yəni nida eləyən, çağıran, çağırır. Nə çağırır? Əynəz zələmətu və ə'vanuhum. Hani zalimlər və zalimlərə kömək eləyənlər? Hani olar? Ondan sonra şərh verir. Buyurur ki, mən laqə ləhum dəvatən. Hətta əgər onlara mürəkkəb verir, cövhər verir. O rəbətə ləhum keysən. Ya inki onların kisəsinin ağzını tikir. Ya inki onların midatların hazırlayır, düzəldir. Fəhşuruhum ma'hum. Buyurur, hamısı bunlar bir yerdə məşhur olurlar. Əşiddau ələl-kuffar. Buyurur, möminlərin, Allah dostların xasiyyətindən budur. Əgər insan bilir ki, belənci bir şey var və bilir ki, belənci bir hərəkət var, buyurur, öz mövqeyin o barədə aydınlaşdırmalıdır. 4. Beşincisi buyurur, möminlər və Allahın dostları həmişə Allah yolunda çalışırlar. Heç vaxt bunlar sakit oturmurlar. Həmişə Allah yolunda cəhd edirlər, səy edirlər, cihad edirlər, çalışırlar, sakit oturmurlar. Bu da bir əlamətdir. 6-cı əlamət ki, istəyirəm bu bəhsdən tez çıxaq, bugün qutaraq bunu, o da budur ki, buyurur,
O adamlar ki insanı məlamət eləyirlər. Məlamət nədir? Yəni məzəmmət eləyirlər. Yersiz qınıyırlar insanı. Buyurur, əgər bir insan öz yolun tapdı və bildi ki, mənim yolum bu yoldur. O yolu istəyir gedə, o yolda əgər insanı nə qədər məlamət elədilər, məzəmmət elədilər, danladılar, qınadılar, insan onların məzəmmətindən qorxmur. Mömin odur, buyurur, müminin Allah dostlarının əlamətinin biri də budur. Buyurur, وَلَا يَخَافُونَ اللَّوْمَةَ لَائِمٍ. Maidə surəsinin 54-cü ayəsində 4-cü əlamət bunu sayır. Buyurur, وَلَا يَخَافُونَ اللَّوْمَةَ لَائِمٍ. Məlamət eləyənlərin məlamətindən, məzəmmət eləyənlərin məzəmmətindən bu nigarandır, qorxmur. Çünki bilir ki, yolum düz yoldur. Əgər mənim yolum düz yoldur, onda da heç lazım deyil ki, onların məlaməti insanda təsir qoyar. İmam Həsən əleyhisselamın bir cümləsi var. Buyurur, Ənə uxbirukum ən əxin. Mənim bir qardaşım var. Kânə min əzəmin nas fi ayni. Mənim gözümdə o bütün insanlardan böyükdür. Amma adını çəkmir. Hansı dostudur, hansı qardaşıdır, dini qardaşıdır, adını çəkmir. Buyurur, mənim bir qardaşım var ki, dostum var ki, o mənim gözümdə hamıdan böyükdür, hamıdan əzəmətlidir. Kânə, onun xislətlərindən, xasiyyətlərindən budur. La yəlumu əhədən fîmâ yəqa'ul uzru fî misli. Hətta yəra i'tizarə. Heç bir insanı, heç bir mümini məlamət eləmir, qınamır. Əgər insan bir hərəkət eləyib, onu üzrünə düzəltmək olar, buyurur da orada məlamət yeri yoxdur, onu gedib danlayasan, qınayasan. Gözlə, o gəlib üzr istəyəcək səndən. Və əgər də onun yolu düz yoldur, onda sənin məlamətin yersizdir. Onu nə üçün onu qınayırsan, məlamət eləyirsən? Amma tarixdə İslamın düşmanları həmişə bu hərbədən istifadə ediblər, həmişə, bütün zamanlarda. Lap İslamdan da qabaq. Siz baxsınız tarixə, mən də bir neçə mətləb fikrimdə var idi, fikrimə gəlib onlardan bir neçəsini nümunə deyəcəyəm, amma tarixdə həmişə belə olur. Ki, əgər siz baxasınız tarixə, bunu görərsiniz tarixdə ki, hər peyğəmbər insanları hidayət eləyib, hər bir mömin əgər hidayət olub düz yolda gedib, düşmənlərin hərbələrindən biri də budur ki, onları gediblər, məzəmmət eləyiblər. Həmişə belə olub. Yəni, tarix boyu biz bunu görürük. Nümunəsindən həm İslamdan qabaq biz görmüşük bunları. Məsələn, Həzrəti Nuhin barəsində. Nuhin barəsində bunlar gəlirdilər. Nuh hidayət elir bunları. Nuh bunları Allaha tərəf dəvət eləyir. Bunlar gəlirlər, Nuhi məlamət edirdilər, məsxərə edirdilər. Ta o gün ki, Allah buyurdu Nuhə, sən gəmi düzəld. O da gəmini başladı düzəltməyə. İndi bu gəlir, gəmi düzəldir. Onlar da gəlirlər, başlayırlar bunu məsxərə edirlər. Hud surəsinin 38-ci ayəsində belə buyurur. Və yəsnəul fulk. Nuh məşğul idi gəmi düzəltməyə. Və kulləmə mərrə əleyhi mələun min qovmih. O qovmidən ki, iman gətirməmişdilər, hər birisi, hər bir iddəsi gəlirdilər, görürdülər, Nuh məşğuldur gəmi düzəltməyə, səxiru minhu, məsxərə edirdilər onu, məlamət edirdilər onu, ilişirdilər ona. Qalə, Həzrəti Nuh da dedi ki, in təsxəru minna fə inna nəsxər minkum. Heç narahat olmayın. Vaxtında mən də sizə cavab verəcəyəm. Həzrəti Musanın vaxtında
Həzrəti Musa Fironla məsələni həll elədi. Samiri ilə məsələni həll elədi. İndi növbə gəlib çatıb Qarunun barəsindədir. Qarunla Musanın heç bir məsələsi yox idi, problem yox idi onların ortalığında. Ta zəkat ayəsi gəldi. Qarunun da ki, nə qədər pulu var idi? Qarunun, Quran buyurur ki, Qarunun o qədər pulu var idi ki, neçə dəvə onun xəzinələrinin, haçarların həml eləyirdi. Belənci bir imkanlı bir adamıdır. Əmir gəldi ki, zəkat vacib oldu. Musa Qarunla ya əmioğludur, ya xaloğludur. İndi mən yadımdan çıxıb bilmirəm. Ya xaloğlusudur, ya əmioğlusudur. Qarun da Musa ilə işi yox idi. Amma bu ayə gələndən sonra Musa gəldi Qarunun yanına, dedi ki, Allah vacib eləyib zəkat verəsən. O vaxtda zəkat indiki kimində ödü? İndi ondan bir zəkatdır, müəyyən şeylərə. Onda 1000-dən 1 idi. Hələ yavaş-yavaş təzə idi onda. 1000-dən 1 zəkat idi. Həzrəti Musa gəldi, danışdı Qarunla. Dedi ki, Allahın buyurur ki, malın 1000-dən 1-in Allah yolunda verməlisən. Dedi, yaxşı, nə olar? Gəldi, gecə oturdu, fikirləşdi, gördü, yox. Bu, qutaran deyir. 1000-dən 1-in də əgər mən versəm, xeyləh pul eləyir, xeyləh mal eləyir. Şeytan vəsvəsə elədi, bu da fikrin dəyişdi. Sabahları gəldi, cəmaatı yığdı başına. Dedi, cəmaat, bax, Musa dedi, bütəpərəstlik eləməyin, baxdıq sözünə. Musa bizə dedi, namaz qılın, baxdıq. Musa dedi, məsəl üçün oruç tutun, hər nə dedi, biz elədik. İndi də biz üçün gedib oturub özü üçün fikirləşib, bizim malımıza plan qurub, istəyir sizin puluzu əlüzdən ala. Onların pulu yoxdur ki, Musa ala, pul bununki idi. Amma bu onları başladı bu cür qıcıqlandırmağa. Bu onları başladı bu cür beyinlərin doldurdu onların ki, bax Musa istəyir sizin puluzu əlüzdən ala. Yaxşı, onda neyniyək? Dedi, heç. Siz gedin, filan qadını tapın, gətirin, əxlaqsız bir qadın var idi. Onu tapın, gətirin, mən bu məsələni sizə həll edəcəyəm. Yaxşı, getdilər, gətirdilər. Dedi, bax, bu pul sənin, hər vaxt lazım olsa, mən səni çağıracağım, gələcəksən, şahid keçəcəksən ki, Musa deyəcəksən, məndən zina eləyib. Razılaşdılar, o getdi qadın. Günlərin birində Musa çıxış eləyir, söhbət eləyir, danışır, əhkam deyir. Ta gəldi, çatdı bura. Cəmaat, hər kəs zina eləsə, ona 100 dənə şallah vacibdir vurulsun. Hər kəs oğurluq eləsə, vacibdir əli kəsilsin. Bunları deyəndə Qarun durdu ayağa. Dedi, Musa, bu əhkam ki bizə deyirsən, bu sənin də barəndə belədir, yoxsa ancaq bizim barəmizdədir? Musa dedi, yox, hamı eyni dərəcədədir, heç fərqi yoxdur. Mən Peyğəmbər, ya başqası? Dedi, yaxşı, cəmaat deyir ki, sən özün zina eləyibsən. Musa dedi, yox, əstəğfirullah Rəbbi və ətubullah. Mən ömrümdə indiyə qədər zina eləməmişəm. Bu yalan sözdür. Dedi, bir qadın var ki, o iddia eləyir ki, sən ondan zina eləyibsən. Dedi, yaxşı, gedin o qadını tapın, gətirin. Getdilər, tapdılar, gətirdilər. Qadın girdi içəri, hamı da baxır, görək bu işin axırı nə olacaq. Həzrəti Musaya Qarun dedi ki, bu da bax, bu xanımdır ki, belə bir iddia edir. Musa baxdı, dedi, mən indiyəcən səndən zina eləmişəm. O qadın dedi ki, yox. Bunlar məni öyrədiblər ki, mən bugün gələm, belə bir şəhadət verəm, şahid keçəm. Amma mən fikirləşdim ki,
əgər nə qədər də mən pis adam olsam, Allahın peyğəmbərinə qoy şər yaxmayım. Belə bir fikir mənim başıma gəldi. Ona görə də mən burada düzün deyirəm. Yox, sən məndən zina etməyibsən. Həzrəti Musa səcdiyə düşdü. Allaha səcdə elədi. Dedi, ilahi, şükür olsun ki, sən mənim abrımı saxladın. Bunlar istəyirdilər məni beyabır eləsinlər. Yalan planlarla. Amma sən mənim abrımı saxladın. Allah da əmr elədi ki, sən istə, qoy yer aralansın, yer bunları çəksin. Və Musa da istədi, yer aralandı, Qarun da və Qarunla bir yerdə bu fikirləri, bu planları quran insanlar hamısı onların yer çəkdi içəriyə. Bax, beləncidir. Hər bir zamanda, hər bir peyğəmbərin dövründə, hər bir insan istəyib düz yol gedə, gətiriblər onu məzəmmət eləyiblər. Həzrəti Xədicə 40 yaşında bir xanımdır. 25 yaşında peyğəmbər kimin gözəl oğlanla evlənib, amma o adamları ki peyğəmbərlə müxalif idilər, onlar gəldilər Xədicəni qınadılar. Sən filan kəsin qızı belə imkanına, bir yetim oğlanla ailə qurdun, evləndin, belə. Ta Xədicənin ömrünün axırına qədər bu sözü Xədicəyə dedilər. Yəni, elə ki, düşmanın hər imkanı əlindən çıxdı, heç iş görə bilmədi, başlar bu işləri. O da hədisdə var, qibətin barəsində buyurur, əl-qibətu cuhdul aciz. Qibət aciz adamların işidir. Əlindən bir iş gəlmir, başlayır dalıcan deməyə. Əlindən bir iş gəlsə, eləyər deyilər. Dalıcan niyə deyir? Odur buyurur, əl-qibətu cuhdul aciz. Məzəmmət də oturdur. Peyğəmbər oturub bir gün cümə günüdür. Allah qismət eləsin inşallah möminlərin hamısı ziyarət eləsin. Mədinəni, Məkkəni. Mədinə məscidində bir səki var, təxminən yarım metr yerdən ucadır. Balaca bir yerdir. Orada Peyğəmbər öz sahabələri ilə hərdən otururdu. O yeri saxlayıblar indi, o qalıb. Oturublar möminlər, belə bir halda Əhl-i Bədr gəldilər. Əhl-i Bədr kimdir? Bədr müharibəsində o Peyğəmbərin məhzərində qılınc vuran insanlar ki, Peyğəmbərin sahabələri idi, onlardan bir neçəsi ağsaqqalları girdilər içəri. Əssalamu aleyk, ya Rəsuləllah, gəldilər. Yer yox idi. Hami oturmuşdu, heç kim durub onlara yer vermədi. Həzrət narahat oldu. Bunlar ağsaqqallardılar. Bunlar İslamda hamıdan çox zəhmət çəkənlərdilər. Ne üçün 5 nəfər cavanlardan durub ona yer vermədilər? Həzrət mühacirə üzün tutdu, bir ikisinə dedi, siz durun, qoyun onlar əyləşsin. Təbii ki, bunların xoşuna gəlmədi. Ertədən gəliblər, yer tutublar, oturublar. Həzrət onlara dedi, siz durun, qoyun onlar otursun, o birisilər. Bunların bir zərrə ürəkləri bulandı. Ürəkləri bulanan kimi münafiqlər gəldi, bunları tapdı. Gördünüz, Peyğəmbər sizi xar elədi, gördü. Yəni, mamet tapıb o. Adəm zamanından indiyə qədər hər vaxt görsən, belənci bir fürsət birinin əlinə düşüb, həmişə münafiqlər, kafirlər o mametdən, o fürsətdən istifadə ediblər ki, bunları yoldan çıxarsınlar. Bu insanların da ki, məlamət olunurlar, düşmənlər bunları məlamət eləyir, hansının imanı qəvidir, imanı güclüdür, onlar dayanıblar, səbr eləyiblər. Hansının imanı zəifdir, onları münafiqlər sel aparan kimin aparıblar özlərinə. Hər kəsin imanı güclüydi, dözüb, dayanıb, imanını da saxlayıb, onların sözünə etina eləməyib. Hər bir insanın imanı zəif olub, o insanları münafiqlər yoldan çıxardıblar. Onları azdırıblar yolundan. Həzrəti Əli əleyhissalam deyir ki, Qureyş qəbiləsinin ən böyüklərindən bir neçəsi gəldi,
Peyğəmbərə dedilər ki, ya Rəsulallah, sən sahirsən, sən cadu eləyənsən, sən adamalladansan. Həzrət də baxır. Ağa buyurdu ki, yaxşı, nə istəyirsiniz siz indi məndən? Dedilər ki, orada görürsən uzaqda bir ağac var. Əgər sən desin o ağac kökündən yerdən qazıla çıxa, gələ dayana bizim qabağımızda, onda biz sənə iman gətiririk. Eləyə bilərsən? Ağa buyurdu ki, mən eləmirəm ki, mən Allahdan istəyəcəyəm. Məsləhət bilsə eləyəcək, məsləhət bilməsə eləməyəcək. Sizin deməyinizlə deyir ki, Allah icazə verdi. Peyğəmbər ağaca dedi ki, gəl. Peyğəmbərin möcüzələrindən biri budur da. Həzrət buyurdu ki, ay ağac, çıx yerindən, kökü ilə, gəl bura. Ağac çıxdı, gəldi, dayandı Peyğəmbərin qabağında. Bunlar gördülər ki, oldu. Dedilər, ya Rəsulallah, yaxşı, indi əmir ver, ağac iki bölünsün, yarısı gəlsin, lap bizim qabağımızda dayansın, yarısı qalsın öz yerində. Həzrət buyurdu, ağaca dedi, ayrıl. Ayrıldı, ağac gəldi, dayandı qabaqda. Dedilər, ya Rəsulallah, indi denən ki, bu yarı geçsin, qoşulsun o birisi parasına. Həzrət buyurdu, bu da getdi, qoşuldu ora. Amma onlar iman gətirmədi. Həzrət buyurdu, mən bu işi eləyəcəyəm, amma bilirəm ki, siz iman gətirməyəcəksiniz. Sizin içinizdə o adamlar var ki, gələcəkdə siz böyük fitnələr yaradacaqsınız. Mən bilirəm sizin içərinizdə o adamlar var ki, çox böyük dövüşlər, savaşlar, müharibələr təşkil eləyəcəksiniz siz İslamın əleyhinə. Mən deyəcəyəm, bu olacaq, amma siz iman gətirməyəcəksiniz. Peyğəmbər deyən kimin oldu? Həzrət buyurdu, ağac necə Peyğəmbər demişdi, o cür elədi, amma onlar iman gətirmədilər. Əli əleyhissalamın burada bir sözü var. Əli əleyhissalam deyir, elə ki bu hadisəni mən gördüm Peyğəmbərinlə bir yerdə, dedim, la ilahə illallah. Ondan sonra dedim, ya Rəsulallah, mən birinci adamam sənə iman gətirmişəm. Və birinci adamam da iqrar, etiraf edirəm ki, bu ağac sənin əmri ilə yerindən çıxdı, gəldi, dayandı qabaqda, sənin əmri ilə ayrıldı, parası gəldi qabağa, yenə sənin əmri ilə qayıtdı, birləşdi, oldu ağac və getdi, dayandı öz yerində. Ya Rəsulallah, mən bilirəm ki, onlar sənə sahir dedilər, onlar sənə caduçu dedilər, onlar sənə hər söz dedilər, amma mən necə? İnni ləmin qavmin la təxuzuhum fillah lavmətullah. Məni qınadılar. Amma mən onların məzəmmətlərinin bərabərində, məlamətlərinin bərabərində heç bir özümdən zəiflik göstərmədim. Mən onların məlamətindən qorxmadım. Yəni düşmən həmişə məlamət eləyir, hər bir fürsətdən istifadə eləyir. O insanlar ki, onların imanı güclüdür, onlar dağ kimi dayanırlar və düşmənin məlaməti, məzəmməti bunlarda təsir qoymur. Amma hər insanın ki imanı zəifdir, 2 nəfər, 3 nəfər lağ eləcəyin, məzəmmət eləcəyin, məlamət eləcəyin, qınacağın, görürsən, başqa fikir dəyişilir, yolundan əl çəkir, yoldan çıxır. Odur ki buyurur, mömin həmişə dağ kimi olar. Əl-mümin kəl-cəbəlir rasix. Mömin əgər dağ kimi olmasa, yellər, küləhlər, sellər insanı aparar. Sellər, bax, möminin seli budur. Necə dağın seli güclü sudur, gücü çatmır apara. Möminin də seli budur ki, münafiqlər bir söz deyir, kafirlər bir söz deyir, o birisilər bir söz deyir. Əgər möminin imanı dağ kimin olsa, onların qabağında dayana bilər və güclü olar. Odur buyurur Allah dostlarının əlamətlərindən biri budur ki, və la yəxafunə lavmətə laim. Məlamət eləyənlərin məlamətindən bunlar
qorxmurlar və onların məzəmməti bunlarda mənfi təsir qoya bilmir. Allahumma inna nəs'əlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-ə'azzil əcəllil əkrəm və bil-Hüseyn ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin. İlahi dualarımızı müstəcab elə. Amin. İlahi ibadətlərimizi qəbul elə. Amin. İlahi aqibətimizi xətmi bi xeyr elə. Amin. İlahi günahlarımıza qələmi əfvi çək. Amin. Ölənlərimizi qəriq rəhmət elə. Amin. Xəstələrimizə şəfa inayət elə. Amin. İlahi izzətimizi əlimizdən alma. Amin. İlahi bizi bağışlamamış qəbr evinə aparma. Amin. İlahi Kərbəlayı eləməmiş bizi öldürmə. Amin. Dünyada Hüseynüvün ziyarətindən, ahirətdə şəfaətindən binəsib eləmə. Pərverdigara öz rəhmətü, bərəkətü ümumən müsəlmanlara nazil elə. Müsəlmanlara xidmət eləyənləri müvəffəq elə. Xiyanət eləyənləri zəlil elə. Qəbrimizin əvvəl gecəsi nur vilayət əmirul müminindən ayrı salma. Xalis olan salamlarımızı İmam-ı zamanımızın məhzərinə çatdır kinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih ve بحق سورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله